Ve geceye kaldığımız yerden devam edelim. Aktagala devlet oldu. Aydın Zelilov. Ve onun rakibi Aktagala Devletoğlu Zabit Ağayev. Benim Türk, önüme gelen hıç. Danışabildiler, her gün bilgiler. Merkiye kadar uğrana dilim ile. Benim burada sahibi mülketim, hırsızdan yeryüzünde kul benim düşmanıma vurma. Nesimi kemanından bıraktı bu değil benim. Kırmızı gözlerim çalkalayıp salarım bırak toz toz dumanla. Vermem aman ben de bu heybete. Kanına gayrete. Ağlayım sağlıkta. Ben kimi dokunamaya cesarete. Düşeme cesarete mübarese. Başıma gidiyor. İdmanslarımızı təqdim edirik. Onun boyu 1.70, çəkisi 65, yaş 20, nəticəsi güləş üzrə Respublika çempionu və Alpaqut döyüş üzrə dünya çempionu, klub xüsusi təyinatlı qüvvə, məşqçi Abbasov Abbasəli, Göyküz Aydın Zelilov. Ve onun rakibi, onun boyu 1.70, çəkisi 65, yaş 21, kulüp Wolf, məşqçi Yusif Əliyev, qırmızı kürd Zabit Ağayev, referi Seyvur Məhərrəmov. Oylan kadar yapın. Diğer sağ olun. Birinci round. Sumkanın yanından götürürüm. Göyküzün minus bağlı yazın. Ben bu həyətdə qızası oynayacağım. Sərfədən də götürürüm. Söz, tamam. Hay! Yok, Aycan Sumkasının yanından götürürüm.
bariyəsində Joykurt Aydın Cəlilov. Aydın, heç yerə getmə, yaxşı? Bu gecə sürprizlərlə doludur. Aydın, yaxınlaş, səni təbrik edirəm. Gözəl döyüş göstərdi. Uğurların bol olsun. Səni döyüş təklifim var. Hazırsan? Bəli, hər zaman kiminlə döyüşmək istədiyim hamıdan döyüş hazıram. Bu meydan gözləyirəm də. Və oktagona dəvət olundu. Yusif Mərrəmov. İdmançılarımızı alıştırıp Ben bunu bakacağım.